Kanalıma hoş geldiniz değerli izleyiciler. Söz verdiğim kimi edebiyat nəzəriyyəsindən bədii təsvir vasitələrini hissə izahatını verməyə çalışacağım. Keçən dəfə biz epitet haqqında məlumat aldıq. Bugün isə təşbih haqqında məlumat alacağım. Təşbih nədir uşaqlar? Əvvəla təşbih ərəb sözdür. Mənası bənzətmə deməkdir. Yəni bəzən biz buna bənzətmə də deyirik. Təşbih, bənzətmə eyni şeydir. Yəni sinonimlərdir. Sinonim kimi birini digərini yerində istifadə edə bilərik. Əşya və hadisə özündən daha qüvvətli, özündən zəif yox ha, özündən daha qüvvətli başqa əşya ilə yaxud da ki, hadisəyə bənzədilməlidir. Bu zaman təşbih yaranmış olur. Təşbih iki yerə bölünür. Müfəssəl təşbih, yəni ki, geniş olan təşbih, geniş təşbih. Müfəssəl sözünün mənası ərəb sözüdür, geniş deməkdir. Burada 4 əlamətlə təşbih özünü ifadə edir, yəni özünü göstərir. Bənzəyən, bənzədilən, bənzətmə qoşması, bənzətmə əlaməti. Təşbihin ikinci növü isə mükəmməl təşbihdir ki, burada ancaq bənzəyən və bənzədilən olur. Dediklərimizi əsaslandırmaq üçün Dövlət İmtahan Mərkəzinin abituriyentlər üçün tərtib elədiyi ədəbiyyat test toplusuna müraciət edəcək. Hansı bədii təsvir vasitələri işlənmişdir? Qışın dondurucu bir gün idi. Soyuq qılınc kimi kəsirdi. Göylər yaşlı adamlar kimi qara çarşaba bürünmüş, dağlar, çöllər ağ kəfənlə örtülmüşdü. Burada soyuq qılınc kimi kəsməsi. Bax burada. Bənzədilən nə idi? Demək, bənzəyən var, bənzədilən var, bənzətmə qoşması və əlaməti 4 də var. Deməli, birinci bənzəyən, bax bu bənzəyəndir. 1, 2 bənzədilən, üçüncü qoşması, dördüncüdəki nə idi onun əlaməti? Göylər yaşlı adamlar kimi. Yenə də bənzəyən nə idi? Göylər. Bu 1. Sonra bənzədilən nə idi? Yaşlı adamlara bənzədilib 2. Kimi bənzətmə qoşması, əlaməti də ki, qara çarşava bürünməsi. Deməli, burada artıq nə var uşaqlar? Təşbih var. Hətta 2 təşbih var burada. Nümunədə işlədilmiş bədii təsvir ifadə vasitələri müəyyən edin. Qələm kimi qaşlarım var. Aha, qələm kimi qaşlarım. Bənzəyən nədir uşaqlar? Bənzəyən qaşlardır 1. Nəyə bənzədilibdir? Qaşa qələmə bənzədilibdir 2. Qoşması kimi. Deməli, qələm kimi qaşlarım var. Qulac saçlarım var. Ağzın kiçik bir püstədir. Nə buyursan göz üstədir. Ağzını bənzədilibdir ağız. Nəyə bənzədilibdir? Püstəyə bənzədilibdir 2. Əlaməti kiçik olmasına görə. Ağılsız, başına iş açdın özün. Axısıq meşədə bir yaxşı düşün. Boy atıb görməzsin quraqlıq külək, qoca ağaclar qoruyarlar səni bala tək. Aha. Bənzədilən sənsən. Nəyə bənzədilmirsən? Balasına, ağacın balasına, ağacların balasına bənzədilmirsən. Tək burada, yəni balası kimi qoşmadır, bənzətmə qoşmasıdır. Əlaməsi də onların qorumasıdır. Yəni, bu ağaclar öz balalarını qoruyurdu, səni də öz balaları kimi qoruyur. Yəni, burada artıq təşbih var. Zümzümənlə şirin-şirin dillən yağış, küçələrdə uşaq kimi verilən yağış, bənzədilən yağışdır. Nəyə bənzədilib? Uşağa. Hansı hərəkətinə görə, əlamətinə görə, veyillənməsinə görə, verilən, yəni veyillənmək. Kimi qoşmasıdır. Qoşmada kimidir. Saçın kimi qıvrılan dalğalara dalaydım. Dalıb ilham alaydım. Bənzədilən dalğalardır. Saça bənzədilibdir. Qıvrıldığına görə bənzədilibdir. Əlaməti qıvrılmaqdır. Kimi də ki, qoşmasıdır. Yəni, onun bənzətmə qoşmasıdır. Deməli, bax, bu hissədə artıq təşbih görürük biz. Digər nümunə. Durna tək süzmə barı, mərcanı düzmə barı. Üzünə həsrət qaldım, kağızın üzmə barı. Bənzədilən, bənzədilib durnaya. Əlaməti süzməsi, qoşması tək. Kim bənzədilir? Deyir, sən. İndi burada şeirdə görsətmir ona, amma sən durna ki tək süzmə. Digər nümunə. Yerdən ayağını quş kimi üzüb. Aha, bax, görür quş kimi. Ümumən uşaqlar quş kimi, quş tək, nə bilim, durna kimi, durna tək. Bu tipli sözlər gələndə bilin ki, orada təşbih hardasa olmalıdır. Yəni, kimi qoşması, bənzətmə qoşmaları olan yeri. Bax, fikir verin uşaqlar, burada yerdən ayağını quş kimi üzüb. Deməli, hərəkəti üzübdür əlaməti. Quşa bənzədibdir. Nəyə bənzədibdir? Ceyranı bənzədibdir. Qoşması da ki, kimi, quş kimi bənzətmə qoşması var. Deməli, burada təşbih var.
Yay kimi dartılıb, ox kimi süzüb. Qədim silah növü də tarix dərslərinə keçmişsiniz yəqin ki, deməli, ox və yay. Yay kimi dartılır, ox kimi süzüb. Yenə də yaya bənzədibdir. Dartılmasına görə, süzməsinə görə də oxa bənzədibdir. Bənzədilən oxdur. Daha doğrusu bənzəyən ceyrandır. Bənzədilən yay və oxdur. Əlamətləri dartınıb və süzməsinə görə, qoşmalarsa kimi qoşmasıdır. Deməli, burada da nə vardır uşaqlar? Təşbih vardır. Köçər ellər düşər səndən aralı. Firqətindən gül nərgizin saralı. Yəni ayrılığından. Ələsgər məcnun tək, yardan aralı, yaralı. Səndə gəzərsən də dərdli, nalalı dağlar. Ələsgər şairin özüdür, yəni bunu deyən adam. Deyir ki, Aşıq Ələsgərdir də. Ələsgər deyir, bənzəyən Ələsgərdir. Bənzədilibdir Məcnuna. Məcnun bilirsiniz ki, səhralarda gəzib də yardan aralı gəzib. Yardan yaralı olubdur. Deyir, Məcnun tək, Məcnun kimi tək burada qoşmadır. Yardan yaralı. Əlaməti də yardan yaralı olması. Bax, burada təşbih var artıq. Bax, ağarmış bənizi dümağ süd kimi. Deməli, bəniz üzdür, bilirsiniz ki. Əlaməti bənzəyən bənizdir. Nəyə bənzədilibdir? Südə. Hansı əlamətinə görə? Dümağ süd kimi. Kimdir? Kimi də qoşmadır. Bənzətmə qoşmasıdır. Əlaməti də ağarmasıdır. Deməli, bənizi süd kimi ağarmışdır. Bax, bu artıq təşbihdir. Boyun sürahidir. Uşaqlar. Bir də sürahi. Sürahi qədim belə deyək də qadınlar, qızlar keçmiş zamanlarda çeşmələrdən su gətirmək üçün uzun boğaz bir əşya idi, dəmirdən olurdu. Onun boyun hissəsi, yəni kürək doldurandan sonra boyun hissəsi dar olurdu. Təxminən belə bir şeydi də, bax belə bir şeydi, dar. Belə gəlir ki, su dağılmasın. Buradan da qulp olurdu. Onu çiyinlərinə keçirirdilər səhən kimi və ona su daşıyırdılar. Həmin bax bu hissəsi çox nazik və uzun olduğu üçün qadınların boğaz hissəsinə, boyun hissəsinə buna bənzədirlər. Yəni uca boylu qadınları adətən boynu uca olanda, uzun olanda bu şəkildə onları vəsf edirdilər, yəni tərifləyirdilər. Boyun sürahidir. Deməli, bənzədilən boyundur. Nəyə bənzədilib? Sürahiyə. Fikir verirsiniz uşaqlar, burada nə təşbih, burada nə qoşma var, nə də ki əlamət var. Sadəcə bu bənzəyən boyundur, bənzədilibdir sürahiyə. Digər bir nümunəyə baxaq. Yazın laləsidir, al yanaqların, bənzəyən yanaqlardır. Al qırmızı deməkdir. Yazın laləsidir. Laləyə bənzədilibdir. Nə? Yanaqlar. Sonra yaqut kənarıdır, gül dodaqların. Gül dodaqların, yəni dodaqlar yaqutun kənarına bənzədibdir. Yaqut qırmızı rəngdə olur, yəni dodaqlar da qırmızı olduğu üçün dodaqların yaqut kənarıdır. Yəni yaquta bənzəyib. Mükəmməl təşbih var burada uşaqlar. Yəni fikir verirsiniz, burada kimidən, təkdən istifadə etmədi. Yanaqların yazın laləsidir. Yanaqlar da qırmızı olur, yazlı lalələr də qırmızı olduğu üçün burada da laləyə bənzədibdir. Və eyni zamanda uşaqların, keçən dərsimizdə izah elədim sizə, bax, gül dodaqlar, burada da eyni zamanda epitet var. Həm epitet var, gül dodaq, necə dodaq? Gül dodaq. Bu epitetdir. Digər hissəsi isə artıq çevrilir nəyə? Təşbihə. Diqqətinizə görə təşəkkürlər.